8-ə baxırıq. Deməli 25 qram mis kuporusu verilib. Mis SO4 5 mol su. Bu bizdə 25 qramdır. Bunun üzərinə 75 qram da su gəlir. Yəni 75 qram su ilə bu mis kuporusunu qarışdırıbdır. Sonda deyir neçə faizli mis SO4 məhlulu alınır. Əvvəlcə bu mis SO4 ki var ya, bu 25 qram. Onun içərisində nə qədər mis sulfat olduğunu tapaq. Buradan görürük ki, verilən əsasən 250 qram kuporusun içərisində 160 qram mis SO4 var. Bəs 25 qram mis kuporusu olsa, onun içərisində nə qədər mis sulfat olar? Tapdım ki, 16 qram. İndi baxaq görək məhlulumuz nə qədərdir. Məhlulumuz 25 qram mis kuporusudur. 75 qram da sudur. Məhlul oldu 100 qram. İndi həmin o duzun kütlə payını tapmaq üçün 16-nı, yəni mis SO4-ü, məhlulun ümumi kütləsi 100-ə bölürəm və 100-ə də vururam. İxtisar gedir, bərabər olur 16, cavab B variantı. 89-a baxırıq. 89-da 80 qram 20 faizli mis SO4 məhlulu hazırlamaq üçün neçə qram mis kuporusu götürmək lazımdır? 80 qram 20 faizlidə nə qədər mis sulfat var tapaq. Sıfırlar ixtisar gedir, 16 qram mis SO4. İndi bizdən də bu soruşur ki, bu 16 qram mis SO4 almaq üçün nə qədər kuporus götürmək lazımdır? Bilirik ki, 250 qram kuporusun içərisində 160 qram mis SO4 var. Bizdə mis SO4 nə qədərdir? 16 qram. 16 qram əgər mis SO4 almaq istəyirəmsə, nə qədər kuporus götürməliyəm? 25 qram. Cavab olur A variantı. 90-a baxırıq. Deməli, kütlə payının məhlulun kütləsindən asıllıq qrafiki verilibdir. Birinci qrafikdə görürük ki, məhlul, belə çəkək, görürük ki, birinci. Məhlul 100 qramdır, 100 qram. Və onun qatılığı da 20%-dir. Görək, burada nə qədər duz var? Bu da məhlulun kütləsidir. Baxın, 100 qram 20%-lidə nə qədər duz var? 20 qram duz var. 80 qramda nə var? Su var. İndi məhlul nə qədər olub? 10%-li. Amma 10%-li olsa da məhlulun kütləsi olub 200. İndi gəlin baxaq, 200 qram 10%-lidə nə qədər duz var? 200-ü vurum 10-a bölüm 100-ə. Elədi 20 qram duz. Əvvəldə duzum 20 qramdır, sonraki duz da 20 qramdır. Məhlul 200 olub. Deməli, məhlulda dəyişən nədir? Suyun artmasıdır da. Əvvəl 100 qram 20%-li idi. 20 qram duz var. Sonra 10%-li oldu, 200 qram oldu. Deməli, yenə də duzum 20 qramdır. Ancaq burada məhlulun kütləsi artıb. Deməli, məhlulun kütləsinin artma səbəbi duz deyil, sudur. Birinci məhlulda da 20 qram duzum var idi, ikinci məhlulda da 20 qram duzum var. İndi görək nə soruşur. Həll olan maddənin kütləsi dəyişmir. Bəli, doğrudur. İkinciyə baxırıq. Məhlula su əlavə edilmişdir. Bəli, çünki məhlul 200 olub axı, ona görə su əlavə edilmişdir. Bu da doğrudur. Məhlula həll olan maddə əlavə edilmişdir. Yox, bu yanlışdır. Deməli, cavab 1 ilə 2 A variantı. 91-ə baxırıq. Deməli, bizə qrafik verib. Duzun qatılığının onun kütləsindən asıllığı. Qrafikdən görürük ki, 3 dənə məhluldur. Hamısında duzun kütləsi eynidir. Məsələn, tutaq ki, 5 qramdır duz. Amma faizləri fərqlidir. Məsələn, birincinin faizi daha çoxdur. Bura yazıram 60. İkincinin faizi, məsələn, bura yazıram 40. Üçüncünün faizi, məsələn, yazım 20. İndi, əgər duzlar eynidirsə, faizlər fərqlidirsə, deməli, həmin o məhlulda suyun miqdarı fərqlidir. Harda ki, duzun miqdarı çoxdur,
yəni faiz baxımından. Bilin ki, orada su azdır. Deməli, harda ki, duzun qatılığı azdır, onda bilin ki, orada suyun miqdarı çoxdur. Deməli, su harda çoxdur? 3 böyükdür 2-dən, 2 də böyükdür 1-dən. 1-də su azdır, ona görə qatılıq çoxdur, 60-dır. Məsələn, 3-də su çoxdur deyə, ona görə qatılıq azdır. Cavab olur 3 böyükdür 2, o da böyükdür 1. B variantı. 92-yə baxırıq. Deməli, 2 dənə məhlul qarışdırılır bir-birinə. Alınan məhlulda həll olan maddənin kütlə payı omega 3 olur. Və şərt verir ki, mənə omega 1 böyükdür omega 3-dən, o da böyükdür omega 2-dən. Omega 1-in yerinə məsələn yazıram özümdən bir 60%. Gözümün qarşısında olsun rəqəmlər. Omega 3-ə yazıram. Tutaq ki, 50%. Məsələn, omega 2-yə də yazıram ki, 40%. İndi mən M1-i tapmaq üçün omega 3-dən nəyi çıxmalıyam? Omega 2-ni çıxmalıyam. Omega 3-dən omega 2-ni çıxıram. M1-i tapmaq üçün. Sonra mən omega deməli M2-ni tapmaq üçün isə omega 1-dən omega 3-ü çıxıram. Deməli mənim M1-im omega 3 çıxaq omega 2-dir. M2-mi isə omega 1 çıxaq omega 3-dür. Məndən də buradan M1 bölə M2-ni soruşur. Bax, nisbət də belə olur. 3 çıxaq 2 bölə 1 çıxaq 3 B variantı. 94-ə baxırıq. Deyir, müəyyən temperaturda həll olma əmsalı 1000 olan X duzunun, yəni duzun X qram doymuş məhluluna, hər hansı bir duzdur, X qram doymuş məhlulu var. Həmin temperaturda deyir, həmin məhlula nə qədər su əlavə edim ki, 40%li məhlul alınsın. Baxın burada uşaqlar, X qram doymuş məhlul verib deyə, mən bu veriləni, yəni bu həll olma əmsalını məhlula gətirməliyəm də, onu uyğunlaşdırmalıyam. Həll olma əmsalı 1000, o deməkdir ki, 1000 qram suda 1000 qram duz həll olur. Yəni, mənim məhlulum 2000-dir. 2000 qram məhlulda nə qədər duz var? 1000 qram. Bəs x qram məhlulda, çünki x qram məhluldur, nə qədər duz var? Onu tapım. Duzu tapıram 1000x bölə 2000. O da bərabərdir 0,5x-ə. Mən tapdım ki, x qram məhlulun 0,5x-i duzdur. İndi deyək ki, həmin o x qram məhlul var, ona nə qədər su əlavə edim ki, 40%li məhlul alınsın. Yazıram 40 bərabərdir. Məhlulum x idi, nə qədər su əlavə edim bilmirəm. Bu bəndə 1 qram sudur. Duz da 0,5x-dir. Vuraq 100 yazıram. Deməli, 20-yə ixtisar gedər 2 dəfə, 5 dəfə. 2-ni buna vuranda 2x üstə gələk 2b bərabərdir 2,5 b-yə. 2x bərabərdir. Burada deməli 2,5 x-ə bərabər olur. Deməli 2,5x-dən də 2x-ə çıxanda edir 0,5 x bərabərdir 2b-yə. Məndən də suyu soruşur deyə, su da burada b-dir. B də bərabərdir 0,5 x bölə 2. O da bərabərdir 0,25 x. Cavab olur A variantı.
95-ə baxırıq. Deyir, qızdırdıqda x məhlulunun qatılığı azalır. Deməli, qızdırdıqda x məhlulu azalırsa, x qazdır. Çünki qaz qabı tərk edir. Y məhlulunun qatılığı artır. Deməli, y bərk maddədir. Y də bərk maddədir. Tapırıq qaz, bir də bərk maddə, cavab olur C variantı. 96-da 1 mol natrium karbonat verib, 10 mol su, yəni kristal hidrat veribdir və bunu 1 qram su ilə qarışdırırlar. Nəticədə natrium karbonatın kütlə payını hesabla deyir. Biz bax bu natrium karbonat 10 mol sudan natrium karbonatı çıxarmalıyıq kənara ki, biz kütlə payını tapanda natrium karbonatı ümumi məhlula bölmək üçün. Yəni bu duzun içərisində, kristal hidratın içərisindən duzu tapmalıyam. Kristal hidrat özü neçə qram verilibdir burada? A qram. A-dan ümumi kütlə daxı 1 molun kütləsi. Suyu çıxım. Su da həmin kristal hidratın içərisində molu 10-dur, 18-ə vururam. Yəni 180 qram suyu çıxdım. Nəyi tapdım? Natrium karbonatı. İndi duzun kütlə payını tapmaq üçün mənim natrium karbonatımın kütləsi A-180-dir. Vuraq 100-dür. İndi məhluluma baxım. Məhlulum həll olan maddə 1 moldur. 1 molda A qramdır. Bax, burada aşağıda verilibdir. A qramdır. Nə qədər suda həll olubdur? 1 qram. Deməli, surətdə A çıxaq 180, məxrəcdə də A plus B. Vuraq 100. Cavab olur C variantı. 97-də 400 qram 10%-li məhlul verir. 400-ün 10%-in tapaq. Elədir 40 qram. Neçə qram deyir kalium OH əlavə edim ki, 40%-li alınsın. Yazıram. 40 bərabərdir. Duzum əvvəl 40 qramdır. Sonraki alınanda 40% olacaqdır. Neçə qram deyir duz əlavə edim ki, 40%-li. Duz əlavə edəndə həmin duzu surətə də gəlmək lazımdır. Məhlulum 400-üdür də, məxrəcə də gəlmək lazımdır və vuraq 100 yazıram. Vuraq 100 yazıram. İndi bu 40 ilə 100 ixtisar geçsin. 2 dəfə, bu da 5 dəfə. 5-i bura vururam, 100-ü də məxrəcə vururam. Edir 800, üstə gələk 2x bərabərdir 200, üstə gələk 5x. 800-dən 200-ün çıxıram. 600 bərabərdir 5x-dən 2x-in çıxıram. 3x. X də bərabərdir 600 bölək 3, o da bərabərdir 200-ə. Deməli, 200 qram maddə əlavə etmək lazımdır ki, 40%-li olsun. Cavab A variantı. 98-ə baxırıq. Deyir ki, 200 qram 10%-li məhlulum var. 200 qram 10%-li. Məhluluna neçə qram 40%-li məhlul? Neçə qram bilmirəm. 40%-li məhlul əlavə edim ki, sonda məhlulum olsun 30%-li. Baxın uşaqlar, məhlullar qarışdırılanda alınan son məhlul ki var ya 30%-li. Yazıram bunu 30 bərabərdir. Duzları hər məhluldan tapıb yuxarıda toplamalıyam. Məhlulları da aşağıda toplamalıyam və 100-ə vurmalıyam. Yazıram 30 bərabərdir. Birinci qabda yəni duzum nə qədərdir? 200 vururam 10-a, bölürəm 100-ə. Buradan yazım. 200 vuraq 10 bölək 100. Nə qədər duz oldu? 20 qram. Üstə gələk. İkinci məhlulumda x-i vuracam 40-a, bölürəm 100-ə. Edir 0.4x. 0.4x. Buradakı məhlulumdakı duzum da oldu 0.4x. Sonra birinci məhlulum nə qədərdir?
200 qram. Yazıram burada 200. İkinci məhlulum nə qədərdir? X qram. Məxrəcə yazıram X. Vuraq 100. Buradan X-i tapır. Buradan da X-i hesablasaq, X bərabərdir 400 edir. Cavab B variantı.